Salamlar hamıya, mən Fuad. Bu səfərki videom kitabla bağlı olmayacaq. Çünki mən fikirləşdim ki, Azərbaycanda bu dəqiqə insanlara ən çox lazım olan şey əlavə olaraq necə gəlir qazana bilərlər, onunla bağlı danışmaqdır. Və sırf ölkəmizin bu dəqiqəki iqtisadi vəziyyətində insanlarımızın daha yaxşı yaşaması üçün bu videonu çəkmək qərarına gəldim. Onu qeyd edeyim ki, bilirəm bəzi insanlar rəy bölməsində deyəcəklər ki, video çox uzundur, gərək bunu 2 hissədən ibarət eləyərdin. Mən ona görə həmin insanlara üzümü tutub demək istəyirəm ki, bu videonun bir hissəsi digər hissəsini tamamladığına görə mən videonu 2 hissədə eləyə bilmərəm və həll yolu kimi sizə onu təklif edirəm ki, siz sadəcə olaraq videonun yarısına İndi baxın, yarısına sonra baxın. Yəni nə vaxtınız varsa onda baxın. Bunun üçün mən ehtiyac bilmirəm ki, videonu mən 2 yerə bölüm. Yəni siz özünüz onu 2 yerə bölüb baxa bilərsiniz. Mən sizə freelancer kimi, yəni evdən oturaraq necə pul qazana bilərsiniz xaricdə olan şirkətlər üçün işləməklə ondan danışacağam. Xaricdə olan şirkətlər deyəndə, yəni Amerika Birləşmiş Ştatlarında, Birləşmiş Krallıqda, Avstraliyada, İrlandiyada və s. və bir çox bunun kimi ölkələrdə olan şirkətlərdən söhbət gedir. Deməli, freelancer işi nə deməkdir ümumiyyətlə? Freelancer bir növ kontraktdır deməkdir. Məsələn, hal-hazırda deyək ki, siz getirsiniz hansısa şirkətdə Azərbaycanda işləyirsiniz, aylıq maaş alırsınız və s. Bu bir növ işdir. Digər freelancer kimi işləmək isə siz bir növ hansısa bir proyektə görə və yaxud da ki, saat başı ödəniş almaqla müəyyən bir müddətdə, normalda qısa müddət olur o, belə deyək, bir gündən bir neçə aya qədər çəkmiş olur. Hansı sırf proyekt üçün siz işləmiş olursunuz, hansısa şirkətlər üçün. Və bunun üçün böyük saytlar var, milyonlarla insanların, milyonlarla şirkətlərin istifadə elədiyi saytlar var, hansı ki, bütün dünya bu dəqiqə bundan istifadə eləyir. Amma Azərbaycanda mən onun fərqinə vardım ki, çox az adam orada istifadə eləyir. Çünki o saytlardan istifadə eləyənlərdən biri də şəxsən mən özüməm. Sırf öz biznesim üçün mən xaricdən, əsasən Pakistandan, Bangladeşdən, Vyetnamdan, Hindistandan və bunun kimi ölkələrdən, belə deyək, gəliri az olan ölkələrdən mən insanlar orada işə götürmüş oluram ki, mənim xərclərim az olmuş olsun və öz işlərim üçün adamlar axtaranda həmişə fərqinə vardığım şeylərdən biri odur ki, hər ölkədən insanlar var, amma Azərbaycandan çox-çox az saydadır. Hətta Ermənistandan dəhşət çox insanlar var orada ki, orada pul qazanırlar, işlər görürlər, xidmət göstərirlər, amma Azərbaycanımızdan yoxdur. Mən fikirləşdim ki, yəqin çox insan bunlardan xəbərsizdir. Ona görə də sırf bu barədə video çəkmək istədim ki, sizə mən 6 dənə hamının görə biləcəyi işdən danışım, hansı ki, bu sizdən xüsusi hansısa bir bacarıq tələb eləmir, hardasa xırda bir təcrübə tələb eləmiş ola bilər, xırda bir bacarıq tələb eləmiş ola bilər sizdən və yaxud da ki, siz onu etmək bacarığınız yoxdursa, siz onu çox qısa bir zamanda inkişaf elətdirə bilərsiniz və bu işləri görmüş ola bilərsiniz. Ümumiyyətlə deyim ki, bütün bu işlərin hamısını, nə işlərdən danışmış olsa, hamısını eləmək üçün sizin gərək heç olmasa orta səviyyədə ingilis diliniz olsun. Və indi işin növünə asılı olaraq dəyişir. Elə işlər var ki, siz onun üçün daha yüksək səviyyədə ingilis dilinə sahib olmalısınız. Belə işlər var ki, orta səviyyədə ingilis dili ilə siz o işi görmüş ola bilərsiniz. Ümumiyyətlə, mən birinci bunun kökündə, yəni nə dayanır, nəyə görə xaricdəki şirkətlər xaricdən işçi götürmüş olurlar. Mən o barədə danışım sizə ki, siz başa düşəsiniz ki, nəyə görə bu sistem ümumiyyətlə işləyən bir sistemdir. Bu ona görədir ki, siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında, Birləşmiş Krallıqda, İrlandiyada və bunun kimi böyük inkişaf eləmiş ölkələrdə ölkə daxilindəki maaşlar kifayət qədər yüksəkdir. Və kifayət qədər yüksək olduğuna görə də hər şirkət, deyək ki, bütün işlərlə bağlı öz ölkəsi daxilində işçi götürə bilmir və yaxud da götürə bilirsə də belə bir şans var deyə, xaricdən deyək, Hindistandan, Pakistandan, Bangladeşdən, kasıb ölkələrdən işçi götürə bilir deyə və çox ucuz qiymətə eyni işi gördürə bilir deyə. Onlar bu saytlara üz tuturlar və bir növ bir tərəfdən bu kasıb və inkişaf etməkdə olan ölkələrdəki insanlar qoşulmuş olur, bir tərəfdən də inkişaf etmiş ölkələrdəki şirkətlər və yaxud da insanlar qoşulmuş olur və bunlar bir-birlərini tapmış olurlar. Yəni qısa cavabı odur ki, şirkətlərə bu tipdə saytlardan tapılan, xaricdə olan işçilər çox-çox daha sərf eləmiş olur pul baxımından, xərcləri baxımından. Eyni zamanda da həmin ölkələrdə olan insanlar da xarici valyuta ilə pul qazandıqlarına görə və öz ölkələrindəki maaşlarla müqayisədə kifayət qədər yüksək olduğuna görə hər iki tərəf razı qalmış olur. Bu tipdə saytlar kifayət qədər çoxdur, amma ki, mən sizə ən məşhurlarının adını çəkmiş olacağam və onların arasında bəziləri bütün sahələrə aiddirlər. Yəni orada bütün sahələrlə bağlı siz öz işlərinizi, öz xidmətlərinizi təklif eləyə bilərsiniz. Bəziləri isə sırf spesifik hansısa sahələrlə bağlı
bağlıdır. Deyək ki, bütün sahələrlə bağlı olan o saytlara ən böyüyü Upwork.com-dur. Ondan sonra freelancer.com var, sonra peopleperhour.com var və bir də Fiverr.com var. Amma daha spesifik olaraq fəaliyyət göstərən saytlardan, məsələn, dizayn üçün, sırf dizayn üçün olan 99design.com və designcrowd.com var. Bundan sonra dil öyrətmək üçün olan saytlar var, hansında ki siz tutorluq eləyə bilərsiniz. Məsələn, italki.com, preplay.com və s. Bu saytlarda necə qeydiyyatdan keçib xaricdəki olan şirkətlərə cəlb edici olacaq profillər yaratmaq lazımdır. Bununla bağlı video və internetdə mənim tapdığım çox keyfiyyətli və lazımlı bildiyim blog postlar var ki, onların hamısını bu videonun aşağısında description hissəsinə, yəni izah bölməsinə, YouTube-dakı videonun izah bölməsinə əlavə eləmişəm, hansı ki girib baxa bilərsiniz. Əgər Facebookda baxırsınızsa bu videoya, onda birinci komment kimi onların hamısını qeyd eləmişəm və qarşısında yazmışam ki, bu hansı sayt üçündür, bu hansı sayt üçündür. Sadəcə üstünə basmaqla başqa bir link açılacaq. Orada video görəcəksiniz. Play-i basıb və baxa bilərsiniz. Orada mən necə qeydiyyatdan keçirəm, göstərəcəm sizə həmin yerdəki hansı bölmələri necə doldurmaq lazımdır və s. Deməli, bu işlər hansılardır? Birinci iş data entry adlanır ingilis dilində. Bu nə deməkdir? Yəni ki, çox sadə bir şeydir, belə deyim sizə. Hansısa şirkətin deyək ki, bir işçisimi ya da ki sahibimi, əsasən startaplarda və s. Demək, bunları lazımdır ki, hansısa sayta girilib, orada hansısa məlumatları Excel fayla daxil eləsin kimsə. Bu sadəcə vaxt alan bir şey olduğuna görə özü ona vaxt sərf eləmək istəmir. Çünki orada bilirsiniz də saat başı gəlir kifayət qədər yüksəkdir xaricdəki, yəni xarici ölkələrdə, eləcə İrlandiyada da. Ona görə də istəyir ki, məsələn, daha valyutası zəif olan ölkələrdən kimsə bunu eləmiş olsun. Bir nəfəri belə deyə işə götürmüş olur və həmin adama deyə tapşırıqları verir ki, filan saytlara gir, deyək ki, Twitter'a gir, filan Twitter listləri tap, həmin listlərdə nə bilim olan akkauntları tap və onların Twitter akkauntlarını bir list kimi Excel-ə daxil elə. Yəni iş bu qədər sadədir. Sadəcə hansısa saytlarda olan şeyi və yaxud da digər məlumatları Excel-ə daxil eləmiş olursunuz. Buna data entry deyirlər və bundan siz saatınıza görə pul almış olursunuz. İkinci iş isə list buildingdir və yaxud da email building. List building odur ki, xarici şirkətlər hansıların ki müştəriləri başqa şirkətlərdir, yəni insanlar deyil, istehlakçılar deyil. Həmin o şirkətlər istəyirlər ki, məsələn, sizin kimi insanlara versinlər tapşırıq kimi ki, mənim potensial müştərilərim kimlər ola bilərlər? Həmin şirkətlərin siyahısını tapın, yəni xarici şirkətlər ola bilər və s. Bunun üçün siz internetdə araşdırırsınız və potensial müştəriləri kimlər ola bilərsə, onların sahəsinə uyğun həmin şirkətlərin siyahısını qeyd eləmiş olursunuz, yəni yaratmış olursunuz və təqdim edirsiniz. Əgər bu şirkətləri özləri sizə təqdim eləyirlərsə, ola bilər ki, sizə tapşırsınlar ki, həmin şirkətlərdəki qərar verən şəxsləri siz tapmış olasınız. Yəni bu da çox sadə bir şeydir əslində. Siz sadəcə LinkedIn-ə daxil olmaqla, yəni linkedin.com-a daxil olmaqla orada belə deyək, həmin şirkətlərin profillərinə girib, işçilərinə baxıb və yaxud da axtarış bölməsində sadəcə axtarmaqla həmin şirkətləri, sonra da filtrasiya eləməklə tapa bilərsiniz həmin şirkətlərdə işləyən adamları və onlar adətən sizə deyirlər ki, məsələn, bizə lazımdır ki, filan şirkətdəki marketinq şöbəsinin direktorları, məsələn üçün. Siz ona görə də linkedin.com-a girib sırf bu seçim üzrə axtarış edirsiniz və tapmış olursunuz həmin şirkətlərdə olan marketinq direktorlar kimlərdir, adlarını daxil edirsiniz onların listə və onu deyim ki, sizə demək olar dünyada bütün professional insanların, yəni işləyən insanların demək olar hamısının LinkedIn profilləri var. Əlbəttə olmayanlar da var, amma əksəriyyətinin var. Yəni ona görə bu çox sadə bir işə çevrilmiş olur. Və ikinci məsələ e-maillərin tapılması. Bu ayrıca bir mövzudur. Bəlkə də bundan bağlı ayrıca bir video çəkilmək lazımdır. Amma ki e-maillərin tapılması da elə də çətin bir şey deyil. Çünki mən çox qısaca üzərindən keçəcəm ki, necə tapırlar. Bir neçə toollar var, yəni istifadə olunmalı şeylər. Məsələn, Rapportive adında bir tool var. Həmin o Rapportive toolunu siz belə Google plugindir, Google Chrome'da plugindir. Siz onu yazırsınız və e-mail öz Gmail-inizdə hansı e-mail ki yazırsınız orada göndərmək yerinə, onun üzərinə muşqanı, yəni mausu gətirəndə qıraqda göstərir həmin adamın LinkedIn profilinə, əgər həmin e-maildən bu adam LinkedIn-də qeydiyyatdan keçibsə. Eyni şeyi bu Twitter üçün də eləmiş olur. Üçüncü iş odur ki, web araşdırma, yəni ki,
internet araşdırması. Yəni bu necə olur? Adətən iş paylaşırlar ki, bizə məsələn bu sahələrdə araşdırmaq lazımdır nəysə və bir report təqdim etmək lazımdır. Deməli bunu eləmək üçün kim eləyəcəksə bunu, ondan sadəcə Google-la araşdırmaq bacarığı tələb olunur və deyək ki, açar sözləri necə istifadə etmək lazımdır ki, nəticələri çıxartmaq olsun və təbii ki, ingilis dili orta səviyyədən daha yüksək səviyyədə olmalıdır ki, o tapılan məlumatları oxuyub başa düşsün və reporta daxil eləyə bilsin. Bu qədər. Bundan artıq bacarıq tələb olunmur insandan. Adətən bu necə olur? Məsələn, iş paylaşır ki, deyək mənə filan ölkənin görməli yerləri ilə bağlı bir məqalə hazırlayacağıq, onunla bağlı bir araşdırma lazımdır. Siz əgər ora başvurursunuzsa, sizə verirlər soruş, siz araşdırırsınız, təqdim edirsiniz, bir növ nə qədər saat yəni işlətmisinizsə ona uyğun pul alırsınız və yaxud da ki, proyektə uyğun pul olur ki, məsələn, bunu araşdırmaq lazımdır, bunun üçün $50 verirəm və tapşırığı yerinə yetirərək deyək ki, həmin pulu almış olursunuz. Çox qısa vaxt tələb edən şeylər olurlar adətən bunlar. Dördüncü iş ondan ibarətdir ki, şəxsi köməkçi. Bildiyimiz kimi personal assistant, yəni ki, bir assistant. Yəni bunun başqa adı yoxdur. Bu necə olur? Adətən xaricdə olan şirkətlər virtual olaraq assistant tuturlar özlərinə. Xaricdən ki, xərclərini azaltmış olsunlar. Yəni belə deyək, inkişaf eləməkdə olan ölkələr və inkişaf etməmiş ölkələrdən tuturlar, hansı insanların ingilis dilisi yaxşı səviyyədədir. Deməli, necə olur? Adətən bunun konkret bir işi yoxdur. Yəni, onlar hər dəfə müxtəlif tapşırıqlar verirlər eləmək üçün. Yəni, bu tapşırıqlar hər cür ola bilər. Yəni, sırf o işlədiyi, həmin insanların işlədiyi işlə də bağlı ola bilər və şəxsi həyatları ilə də bağlı ola bilər. Məsələn, deyə bilər ki, mən səyahət eləmək istəyirəm harasa, mənim üçün ən ucuz biletləri tap, yaxşı bir hotel tap və s. Sırf işlə bağlı ola bilər. Bu bayaqdan sadaladığımız işləri də tapşırmış ola bilər. Bu data entry-dir, list building-dir və s. Bunların hamısını tapşırmış ola bilər. Yəni, ümumilikdə bu şəxsi köməkçi olur və uzun müddətli olmuş olur. Normalda, əgər yaxşı uğurla davam edirsə, bu 1 il, 2 il, 3 il, 4 il davam eləmiş olur. Və bu işlə məşğul olan insanlar ola bilər ki, ya ancaq bir insan üçün işləmiş olsunlar, ya da ola bilər ki, bir insan üçün yox, yəni bir neçə insan üçün eyni vaxtda şəxsi assistent olmuş olsunlar. Deməli, 5-ci iş, 5 idi də deyəsən. 5-ci iş ondan ibarətdir ki, prezentasiyaların hazırlanması. Çox insanlarda olur ki, məsələn, məlumatlar hazır olur və onlar bilmirlər onu necə biri yığcamlaşdırsınlar, müxtəlif slaydlara bölsünlər, prezentasiya hazırlasınlar. Yəni, amma ki, bəzi insanlarda isə bu çox daha asan olur. Sadə PowerPoint bilgisi tələb olunur. Bunun üçün, yəni, əgər Microsoft Office proqramlarını bilmirsinizsə, bu artıq böyük bir minusdur, bunu mütləq öyrənməyiniz lazımdır. PowerPoint tələb olunur, yəni bacarığı, bir də ki, bacarıqsa Prezidən istifadə edə bilərsiniz və s. Çox sadə proqramlardır, prezentasiyanı hazırlayırsınız, təqdim edirsiniz, belə deyək, pulunuzu alırsınız. Əgər CV hazırlamaqda yaxşısınızsa, 6-cı iş siz üçün ola bilər, CV hazırlaya bilərsiniz. Əgər bilmirsinizsə belə, necə hazırlamaq lazımdır, internet doludur bundan bağlı məlumatlarla və əgər biraz dizayn bacarığınız varsa, o lap əla. Bunu da deyək ki, yoxdursa, hətta Azərbaycanın özündə də bildiyimə görə kurslar da var sırf bununla bağlı. Siz bunu yəni öyrənib təklif edə bilərsiniz bir xidmət kimi. 7-ci iş isə tərcümədir. Yəni təbii ki, bunun üçün ingilis diliniz yenə də orta səviyyədən daha yüksək səviyyədə olmalıdır ki, siz ingilis dilində tam başa düşüb, sonra da onu öz dilimizə ya Azərbaycan dilinə, ya Rus dilinə, ya da ki, Türk dilinə hansı dili bilirsinizsə tərcümə edə bilərsiniz. Rus dilində və Türk dilinə tərcümələr daha çox olur təbii ki, elə işlər və bunların rəqabəti də yüksək olur. Çünki Rusiyada və Türkiyədə olan insanlar da bu işi görmüş olur. Azərbaycan dilinə isə çox az olmuş olur adətən. Amma ki, yenə də siz orada bildiriş qoşa bilərsiniz bütün bu işlərlə bağlı nə ki, sizə uyğundur, onunla bağlı sizə bildiriş gələ bilər və siz həmin işə başvura bilərsiniz. Tərcümədən əlavə bu 7 iş idi, amma ümumiyyətlə bu dil bilgisi ilə bağlı siz belə deyək, tutorluq eləyə bilərsiniz. Məsələn, italki və preplay.com saytlarında siz tutorluq eləyib, müəllimlik eləyib, belə deyim, pul qazana bilərsiniz. Xaricdəki insanlar, o qədər insanlar var ki, məsələn, sırf Azərbaycan dili öyrənmək istəyirlər və yaxud da sırf Türk dili öyrənmək istəyirlər. Azərbaycan dili təbii ki, öyrənmək istəyən dəhşət azdır. Yəni, Türk dili öyrənmək istəyirlər, Rus dili öyrənmək istəyirlər. Bunlardan hansı dili bilirsinizsə, yəni bundan istifadə eləyin. Təkcə Azərbaycanda, tembol Azərbaycanda müəllimlik edirsinizsə, Azərbaycanla qane olmayın, yəni həm də xaricdən müştərilər tapmaqla əhatənizi genişləndirmiş olun, müştəri bazarınızı genişləndirmiş olun. Ümumiyyətlə bunu deyim ki, bu işlər, yəni təkcə bundan limitlənmir.
ağlınıza gələ biləcək istənilən iş hansını ki, sizdə müştəri sizin yanınızda olmalı deyil. Yəni siz onu görəndə müştəri sizin yanınızda olması tələb olunmur və siz lokal olaraq eyni yerdə olmalı deyilsinizsə, məsələn deyək ki, fotoqraf kimi toya getmək və s. elə bir şey deyilsə, yəni xaricdəki adama eləyə bilərsinizsə, ağlınıza gələcək istənilən işi siz orada təklif edə bilərsiniz. Yəni o qədər qəribə işlər təklif edirlər ki, siz sadəcə girib fiverr.com-a məsələn üçün, peopleperhour.com-a və digər hamısına girib baxa bilərsiniz ki, cəmaət nə işlər, nə xidmətlər təklif edirlər. Sizə 1000 dənə ideya verəcək ki, siz də onlardan hansılarsa təklif edəsiniz və beləcə işlə başlamış olasınız. Onu deyim ki, sizə burada əsas rəqabət işin keyfiyyətini, yəni ki, kommunikasiyada və verdiyiniz işin, təqdim etdiyiniz işin keyfiyyətində baş vermiş olur və beləcə onlar sizə, müştəriləriniz sizə rəy bildirmiş olurlar və ulduz vermiş olurlar. Yəni nə qədər çox 5 ulduz alsanız, nə qədər çox sizə yaxşı rəy versələr, o qədər yaxşıdır və digər insanlar da ona baxırlar və elənçi qərar verirlər ki, sizlə işləsinlər və yaxud da başqaları ilə işləsinlər. Ona görə də siz çalışmalısınız ki, birinci növbədə əgər təzə başlayırsınızsa, o köhnədən orada o saytlarda olan adamlar hansıların ki artıq yüzlərlə, minlərlə rəyləri var, 5 ulduzları var, onlardan qabağa düşmək üçün siz onlardan çox-çox ucuz qiymətə eləyə bilərsiniz başlamaq üçün, sırf o niyyətlə ki, siz portfolyonuzu genişləndirəsiniz və işlərə başvuranda siz özünüz onlara, şirkətlər və yaxud da ki, kimlər ki işləri paylaşırlar, onlara başvuruda yaza bilərsiniz, səmimi olub deyə bilərsiniz ki, mən bilirəm ki, bu işin dəyəri əslində belə deyil, məsələn, bahadır, mən bunu sırf portfolyo üçün eləyirəm, çünki təzə başlamışam və beləcə siz heç bir şey itirmirsiniz. Əgər mümkündürsə havaya eləyin, tək ki sizin 5 ulduzlarınız çox olsun, ona bir müddət eləyirsiniz, sonra bu yığdığınız sizə çox kömək olmuş olacaq və dəhşət çox müştərilər gətirmiş olacaq. İkinci bir taktika ondan ibarət ola bilər ki, onu da qeyd edim, çünki mən özüm bir dəfə dizayn işi ilə bağlı orada bir iş yerləşdirəndə bir dizayner elənçi məni inandırmışdı və mənə çox yaxşı təsir eləmişdi. Fikirləşirəm ki, o taktikadan siz də istifadə edə bilərsiniz. Mən belə deyim, orada istədiyim iş, dizayn işi çox spesifik idi və yazmışdım ki, sırf bununla bağlı sizin keçmişdə təcrübəniz olub yoxsa yox. Həmin insanların əksəriyyəti yazırdı ki, olmuyor, buna oxşarı olub və s. və nələrsə göndərdilər və həmin insansa mən yazdığım sırf o göstəricilərə uyğun, demirəm istifadəyə yararlı şəkildə, yox, tam istifadəyə yararlı şəkildə yox, amma ki, onun bacarığının nə dərəcədə olduğunu göstərəcək şəkildə dizaynı eləyib mənə göndərdi və mən də baxdım, yəni çox təəccübləndim. Göndərdi və mənə dedi ki, bu sizi inandırmağa kifayət eləyir ki, mən bu işi bacaracağam. Yəni, mən dedim, əlbəttə və onunla işləmiş olum. İndiyə qədər də artıq 7-8 ay, bəlkə də çoxdur, həmin adamla mən müxtəlif dizayn işlərini görmüş oluram. Yəni ki, çox yaxşı taktikadır, belə bir şeylərdən istifadə edə bilərsiniz. Ümumiyyətlə, ağınıza çox kreativ şeylər gələ bilər. Bizim millət çox kreativ millət əslində. Fikirləşəndə, o sayta girəndə çox yollar tapacaqsınız ki, istifadə edib orada öz portfolyonuzu, öz profillərinizi daha da güclü eləyib yaxşı müştərilər qazana biləsiniz. Bundan başqa, indi ən əsas məsələ odur ki, bəs yaxşı, deyək ki, siz bu saytlarda pul qazandınız. Həmin pulu necə Azərbaycanda nəqdləşdirə biləcəksiniz? Deməli, Payoneer deyə bir kart var. Deməli, bu kart nədir? Mastercard'ın bir növüdür. Bir şirkət var, Payoneer adında bir şirkət. Amerikada sizə bank şotu açır, bank hesabı açmış olur və həmin hesaba bağlı Mastercard'ı, debit kartı sizin adresinizə, Azərbaycandakı adresinizə göndərir, ünvanınıza göndərir. Və siz hansı pul qazanırsınızsa o pulu o karta yerləşdirirsiniz. Siz kart sizin olur, sizin adınıza olur və sonra da bankomatdan çıxara bilərsiniz pulu və yaxud da ki, elə o kartla ödənişlərinizi eləyə bilərsiniz və s. beləcə. Müəyyən qədər az bir faizlər tutulur, amma ki o kartla ödəniş eləyəndə faiz demək olar ki, tutulmur. Amma bankomatdan çıxanda çıxardanda müəyyən qədər tutulur. Amma yenə də bu çox-çox sərfəli olmuş olur da, beləcə deyim. Sırf bu karta qeydiyyatdan keçmək üçün sizin əlinizdə pasportunuz hazır olmalıdır ki, onun pasportunuzun sürətli kompüterdə hazır olmalıdır ki, siz onu ora upload eləyə biləsiniz, yəni kompüterə yükləyə biləsiniz həmin qeydiyyatdan keçəndə. Aşağıda link yerləşdirmişəm. Ya YouTube-da baxırsınızsa bu videoya YouTube-un description hissəsində, yəni videonun aşağısında izah hissəsində mən yerləşdirmişəm. Ora daxil olub ki, qeydiyyatdan keçəsiniz. Nəyə görə onu yerləşdirmişəm? Siz oradan qeydiyyatda keçəndə həm sizə $25 əlavə pul gələcək, həm mənə $25 əlavə pul gələcək. Beləcə kanala dəstək olmuş olacaqsınız. Həmçinin də özünüz də $25 artıq qazanmış olacaqsınız. Və bu birbaşa gəlmir, onu da deyim. Siz ilk $100'larınızı qazananda o $100 $125 olmuş olacaq, belə deyim. Və ümumiyyətlə linki də deyim ki, necədir? Bit, yəni bit.do, yəni do// sonra da
necə idi? Fuad 25. Yəni bu linka daxil olsaz, mən indi burada yazacağam videonu edit eləyəndə. Bu linka daxil olsaz, oradan qeydiyyatdan keçsəz, həmin o 25 dollar, 100 dollarınızı, 200 dollarınızı qazananda 25 dollar əlavə qazanma şansını əldə eləmiş olacaqsınız. Bu qədər və son olaraq da mən sizə onu qeyd eləyim ki, mənə yazılan mesajları mən çox üzr istəyirəm ki, çoxsuna cavab verə bilmirəm. Mən sadəcə məni başa düşün. Mən əgər bunların hamısına cavab versəm, hamısı ayrı-ayrılıqda individual olaraq yanaşsam, o deməkdir ki, mən gərək bütün işlərimi, güclərimi atım qırağa. Mən ancaq bu işlə hər ilə ayrı-ayrılıqda yanaşmış olum, ayrı-ayrılıqda vaxt ayırım. Mən elə ona görə də bu videoları hazırlayıram ki, bir dəfəyə çox insana fayda vermiş olum, hərəyə ayrı-ayrılıqda vermiş olmayım. Çünki o mümkün deyil, yəni fiziki olaraq mümkün deyil, amma bir dənə şeydən əmin olun ki, mən bütün mesajların hamısını oxuyuram. Ola bilər ki, dərhal oxumayım, amma əmin olun ki, mən onu oxuyuram. Ola bilər bir neçə gün çəksin. Əgər hansısa sual dəhşət çox verilirsə, həmin suala mən hər hansı bir şəkildə cavab verəcəm. Ya status paylaşmaqla, ya birbaşa cavab verməklə və s. bu yollardan biri ilə mən cavab vermiş olacağam. Bir də sizin nə suallarınız varsa, onları mütləq komment bölməsində qeyd eləyin. Mən o komment bölməsində yazılanlarla başa düşürəm ki, sizin əsas suallarınız nədir və mən fikirləşirəm ki, bu tipdə videodan hər ayda heç olmasa bir dəfə eləyim. Təkcə bu freelancerlığı ilə bağlı yox, başqa nə yollar var? Siz evdə otura-otura xaricdən kifayət qədər pul qazana bilərsiniz. Hərəsi ilə bağlı ayrı-ayrılıqda video çəkim və eləcə də hansı suallarınız varsa, onları da növbəti videolarda cavablandırmış olum və buna görə də mütləq qeyd eləyin. Eyni zamanda da Azərbaycanda bu dediyim şeyləri bilən kifayət qədər insanlar var. Artıq bundan istifadə eləyirlər. Az da olsa var və həmin insanlara mən səslənirəm, xahiş edirəm, gəlin kömək eləyin, birləşək və komment bölməsində yazılan insanlar kimlər ki bilmirlər, nəyisə soruşurlar. Siz bilirsinizsə kommentdə cavab verin və göstərin, başa salın necə eləmək lazımdır. Bir-birimizə dəstək olaq. Nə qədər biz birlikdə çalışsaq, individualist yanaşmasaq məsələyə, yəni öncə özümüzü fikirləşməsək, biz milləti fikirləşib öz millətimizi və başqa insanlar, başqa ölkəyə qarşı qoysaq, o zaman biz millət olaraq qabağa getmiş olacağıq. Bilirəm ki, çox insan fikirləşə bilər ki, ay rəqib yaradacağam özümə və s. Yenə də deyirəm, özünüzü təkcə fikirləşməyin. Necə ki, mən özümü təkcə fikirləşmirəm, bu videoları hazırlayıram. Siz də özünüzü təkcə fikirləşməyin, egonuzu öldürün, qürurunuzun üstündən xətt çəkin və çalışın başqa insanların da faydalanmasında bir pay sahibi olun. Əgər bir qaba hərəmiz bir damcı su tökmüş olsaq, o qab dolacaq. Gəlin birlikdə olaq, bu vəziyyətdən çıxmaq üçün hərəmiz ayrı-ayrılıqda nəsə eləyək. Heç nə eləmiriksə belə, heç olmasa bu videoları paylaşmaqla başqalarına kömək eləmiş olaq. Sağ olun, təşəkkür edirəm.